Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Naftalan Reabilitasiya Mərkəzinə media tur təşkil edib. Media nümayəndələrinə məlumat verilib ki, 25 çarpayılıq mərkəzdə 50-lik olan şəxslərin tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Son bir ildə müəssisədə 50-lik olan daha 5400-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib. Mərkəzdə müharibə ilə əlaqədar 50-lik olan şəxslərin reabilitasiyası sayəsində də mühüm işlər aparılır. Post-müharibə dövründə mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan 400-ədək şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. Müalicələr də dövlətim sayəsində sağ olsun alıram. İrəliləyiş olmasa da, bədənimdə fiziki cəhətdən irəliləyiş olmasa da, amma ağrılarımın nisbətən azaldığını hiss edirəm və hər dəfəsinə də müalicələrimə dövlətimizin sayəsində gedirəm və ən çox da reabilitasiyalar içərisində gəldiyim Naftalan reabilitasiya olub ki, çünki Lənkərana da getmişəm, Yevlax reabilitasiyasına da getmişəm, əllərin bərpa mərkəzinə, hətta Bakıya da getmişəm, amma Naftalanda aldığım təsiri heç arada almamışam. Reabilitasiya mərkəzinə də müalicə məqsədli gəlirəm. Deməli, həm istəsənlər burada yatışlarım olur, həm də ambulator müalicə aparıram. Evimiz yaxın olduğuna görə çox vaxtı gəlib müalicə olunub, prosedur şəklində evdə oluram da, yəni burada olmuram. Belə vannalardan istifadə edirəm, idman üçün fizioterapiyalardan istifadə edirəm, parafinlərdən istifadə edirəm və ona görə buranın həkim kollektivinin hər birinə təşəkkür edirəm. Sağ olsunlar göstərdikləri diqqət və qayğıya görə. Müasir tibbi reabilitasiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya, müalicəvi masaj, hovuz, psixoterapiya, logoped, əmək terapiyası və sairə istiqamətlərdə xidmətlər göstərilir. Reabilitasiya xidmətlərinin əlçatanlığı məqsədi ilə vətəndaşlara ambulator qaydada, stasionar qaydada, həmçinin səyyar, telereabilitasiya və onlayn qaydada xidmətlər icra olunur. Reabilitasiya xidmətlərinin effektliyinin artırılması məqsədi ilə ənənəvi reabilitasiya metodları ilə yanaşı, beynəlxalq təcrübədə effektivliyi sübut olunmuş, müasir və alternativ reabilitasiya xidmətlərindən də istifadə olunur ki, onlara yoga terapiya, art terapiya, telereabilitasiya, rəqsləri terapiya və hipoterapiya deyilən nümunəni göstərə bilərəm. Media nümayəndələri Naftalan Reabilitasiya Mərkəzində yaradılan şəraitlə burada göstərilən tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə yaxından tanış olublar.